Ha deyirəm qırağa 2 qəpik pul atım, alınmır da. Hə, yenə nəyimə lazım idi axı düşdüm yollara. İndi bu qədər yolu kim gedəcək? Hə, gəldik, çatdıq. Hə, Rio de Janeiro. Nə olsun? İsa heykəli. Bax, bizdə Nərmovun heykəli var da. Nə fərqi var da, nə fərqi? Güya Babatda mənzərəsi var axı. Bayılın mənzərəsi bundan 1000 dəfə qəşəngdir. Aya, burada nə qədər adam var hə? İt yiyəsin tanımır. Hə, qum, okean, girdik, çimdik. Hə, nə olsun? Xəzərdə çimə bilməzdim. Hə, Copacabana çimərdik. Nə özəlliyi var da? Adi çimərlik də gərək iş gəlməzdi məşq. Əyo, bunlarla işin olmasın, bunlar yaxşıdırlar. Hər yerdə futbol oynayan gədələr. Yeri gələndə Braziliya, Azərbaycan bir dəfə də olsun udanmayıb deyəcək. Hə, favela, nə olsun? Bunların evlərinə, işlərinə bax. Zülümlə yaşayırlar. İti bağlasan durmaz. Şeytan buynuzlarını taxıb nətər gəzirir. Aya, bu nədir? Bu gədələr niyə əllə gəzir? Hə, Rio karnavalı. Gəldik, baxdıq. Hə, nə olsun? Oy, necə əylənirik, necə əylənirik. Allah, ma ölüm ver, avrımız əldən getdi. Aya, bala, sizin yaz yoxdur. Hə, hər tərəfdə oynayan gədələr, hamı oynayır. Hə, hansı günümüz oynayırsa, mağımın. Bir ton pul vermişəm, bütün gün pəncərəmin altında konsert verirlər. Aya, dağılışın oradan. Daş düşəydi bura gəldiyim gün. Hə, qutardı. Qaydacıydı, nə olsun da, nə oldu ki, yalandan bir ətək pul getdi. Ay Allah, Bakı, qadasını alaram Bakını, bir də heç ara gedən də ölüm.